Sabahınız xeyir deyir məsəl var. Heç utanmadan göstərirəm. 2 gündür yorğun, arğan olmuşam. Bir gün ad günü, bir gündə Zeynəbin vinetkası. Yəni 2 gün evdə olmadığım üçün dadadadam. Günaydın arkadaşlar, görüşürüz. Bugün ne olacak vlogu? Ne bu? Ev təmizləmə. Ev temizleme vlog. Təmizlik vlogu çəkirik. Üçümüz də, daha ikimiz könüllü, birimiz könülsüz. Və könülsüz olan Yağmurdur. Biz indi onu da könüllü edəcəyik. Qışqırda. Bəlkə arada da qışqırtma oldu. Qışqırda. Onu da işlədəcəyik. Bu da ona olar qışqırtma. Ben de hala derslerim var. Müəlliməsi də nə qədər dərslər verib və summativi də var və salam şüt tamam. Sabahlar, indi baxarıq. Birinci dərslərimiz. Ayaq yalın. Ged ayağı gin. Gözümün düşməni olan ayaq yalın. Neysə qızlar, başladıq. Deməli 2 gündür başını buraxmışam. Dünənləri mənə olmasam da yoldaşımla böyük qızım evdə olub və indi birinci başladım çaydan qoymağa, çay içim, sonra çaydanı da yuyacağım. O çaydanım, o birisi çaydan təmizləyib, bunu da yuyacağım. Bu günləri əməlli başlı təmizlik vlog olacaq. İlk növbədə paltarları atdım yumağa. Bunlar yuyulsun. Dalşı getdik digər işimizə. Bu səfər fərqli bir şirin süt sınayıram. Görək bu necə olacaq. Keçən səfər almışdıq rəsiski. Bu da rəsiskidir, səhv eləmirəmsə. Başqa bir firmanın. Çox qəşəng çıxdı, xoşumuza gəldi. İndi bunu yoxlayaq. Görək necə olur. Mən də səhər-səhər xoşlayıram. Şirin çay, sonra qaymaq və şirin süt. Lavaşın arasında çəkib yeyirəm. Siz də əgər sınamamısınızsa sınayın, yoxlayın. Çox ləzzətli, çox dadlı olur. Və divanımın üstü. Deyəcəksiniz ki, ayıb çəkirsiniz. Xeyr, niyə ayıbdır? İndi mən buranı qəşəng səliqəyə salım, siz də görün. Mən padnos gətirdim və indi padnosa yağacam. Plus padnosu hara qoyum? Qoyum ayının qucağına. Pir sosu da gətirib qoymuşam. Elləri pir sosluyub, silib, təmizləyib. Və qızlar bir şey deyim. Mənim xalçalarım da gəlib. Düz 12 gündən sonra gəldi. Əslində bir həftədir gəlib. Sadəcə olaraq çəkib sizə göstərməmişəm. Oy, 1.50 alınmadı. Mən bunları aparım. Qoydum padnosu stolun üstünə və stolun üstündəkiləri də artıqları qoyun bura. Çərəzləri də yığam. Ağzım bağlı, dağılmamış. Sonra ne var burada? Bıçak. Sonra dünən çölünümüzə kartof püresi düşdü. Püre deyirəm, kartof soyutması düşdü. Və bunu hara qoyaq? Hara qoyaq? Kartof soyutması elədik, ketçup falan. Çox ləzzət elədi özümüzə. Uşaqlara dedim kalbasa da istəyirsiniz, qızardım. Dedi ana yox istəmirik kalbasa. Dedim okey. Bunları da yığacağım. Padnosa aparım, gəlirəm.
Və qızlar dilənləri çox qəşəng keçdi Venetka həqiqətən də. Çox xoşumuza gəldi. Dekorlar falan çox gözəl idi. Şəkillər də çəkmişəm, paylaşacağım sizinlə. İzləmədə qalın. Və göz makyajım hələ də qalıb. İnanırsınız, o qədər yorğun idim. Ad günündən gələni səhər saat 5-ə işləmişə qədər töküşdürdüyümüz paltarları yığdım, yerləşdirdim. Sonra səhərə, yəni dünən üçün yemək bişirdim, qoydum ki, səhər yoldaşım, qızım evdə olarkən yemək yesinlər. Və 5-ə işləmiş, gecə yatmışam. Saat 6 tamamda durmuşam. Cəmi 1 saat 40 dəqiqə falan belə yatdım həmin gecəsi. Səhər tezdən də durmuşam. Kızımı durğuzmuşam, Zeynəbi əynini falan giyindirib, inanırsınız bu ancaq tanalini silib göz makyajımı saxladım ki səhər bir də gözlə uğraşmayım. Və kızımı durdum, onda saçlar buruqdur deyə ukulatka çox tutmur, dəfələrlə ukulatka elədim. Axır ki nəhayət qaldı ukulatka və axırıncı son çəkilişdə ücə saçlar başlayırdı burulmağa. Dedim ay aman bircə tez olun. Bunun saçı burulmamış. Çox buruqdur deyə saçları. İri buruqdur, amma çox gözəl buruqdur. Amma uşaq istəmədi. Dana ukulatka istəyirəm, dəyişik olsa. Həmişə buruqdur saçlarım bütün şəkillərdə. Dedim okey. İndi bu gündə birinci gündür. Yəqin ki bunu sabah paylaşacağım. Yəqin ki bu gün başqa şeylər paylaşacağım. Baxarsınız. 2 gündür üzürlü sayın bacınızı paylaşım edə bilmirəm, amma ad günündən canlı açmışdım. Maşallah olsun, nə qədər izləyicim məni baxırmış və nə qədər izləyicim canlıdaymış. Sağ olsun, var olsunlar. Buradan hamısını maç kuç və balaca fidanlarımızı da ayrıca gözlərindən, üzlərindən öpürəm. Allah canlarına dəyməsin, Allah sağlam ömür versin hamıya inşallah. Vampir soslamışam, hələ də yüngülcə toz var. Görməm vampir soslamazsa nə olur?
Hazır oldu bu kadar. Heç nə olmaz. Xalçalarımı qəşəng yuyub gətiriblər, paylaşmamışdım sizinlə. Səliqəli şəkildə bu formada. İndi buranı pirsostladım, sildim 2-3 dəfə. Şkafların arxasıdır, piyaninadır. Hamısını sildim, təmizlədim. İndi xalçaları salırıq. Ya Allah. Oldu. Ne balası oldu? Söz saxla. Özüm çok. Deməli qızlar, mən xalça sərmişəm. Sizə çəkiliş eləmək istəyirəm. Zeynəb də ki, burada fırvır fırlanır. Baxın, tərtəmiz gül kimi xalçanı sərmişəm. Pirsostladım, sildim və xalçalarımı sərdim. Bir dənə, deməli bunları sərmişəm, pəncərələrimi silmişəm. Bir dənə qalıb, bunun tülünü pərdələrimi, yəni tülü və kənarlar, bəlkə kənarlarını salmadım. Çünki çox istifadə eləmirik. Tülünü salacağım. Bunları da təzə yumuşdum, sərdim və rahatlaşdım. Və qızlar, burada yaşlandı, buranın da xalçası salındı. Bura uşaqların otağıdır. Və bunların Blackpink eşki. Blackpink eşki. Sürekli de eşkimiz var falan ama ona pas verirler yoktu. Nə yaxşı, yoxsa bu şifaner bütün buradan bura qədər bütün şifaner şəkil Bizde olan. olan 8 nefer. Yaxşı ki şəkli yoxdur. Nəysə keçdik digər otağa. Qaynanamın otağıdır. Buranı da səliqəyə saldım. Ataplerin üstünə paltarını qoymuşam qurusun deyə və pəncərəsini sildim. Gün keçirməzləri qoydum çünki buradan pəncərə açılanda, hava dəyişəndə orada qonşu olur. Bunu çəkirik ki görünməsin. Mən qışda da çıxartmıram. Koridorun, dəhlizin xalçasını da sərdim. Bu gün ancaq xalça işinə baxmışıq. Evləri dibdən təmizləyib xalça işinə. Və buradan da yoldaşıma ayrıca bir təşəkkür edirəm. Ona görə ki, məndə xalçaları sərməyə çox kömək elədi. Allah canına dəyməsin, başımızın üstündə əksik etməsin. Nə yaxşı ki, o benim kocam. Və qızlar, buranın da pərdələrini saldım. Hamısının ağlarını yumuşdum. Pərdələrini də yumuşdum, keçirtməmişdim. Xalçalarımı gözləyirdim. Xalçalarımı sərdim. Pərdələrimi də yudum. Gül çiçəklərimi də dünənləri yumuşdum. Baxın. Görün nə gözəldir. Ay, pərdə imkan versə, təbii ki. Baxın. Qırılıb can. Özü qırılıb. Baxın gözəlliyinə balalarımın. Bunlar mənim ən balaca balalarımdır. Bu çox tükanlıdır. Bunu mən bilmirəm necə artırım, qalmışam belə. Tək zalın pərdəsi qalıb. Onun da şpılkalarını keçirtmişəm. Daha qızlarım keçirdi. Pərdələrin şpılkalarını qızlarım keçirdi. Bugün də bu pərdəni asacağım. İnşallah növbəti vlogumda onu da görəcəksiniz. Mən bunları qəşəngcə hamamda, yəni hamamda qəşəng bunları yudum, təmizlədim və maşallah olsun gülmə artıra gedirik. Qalxırıq üzü yuxarı.
Hara qalır, hara qədər qalır bilmirəm. Bu da ki məhv olmuşdur. Sonradan belə bir yarpaqlar çıxdı, balaca qalıb hələ. Digər yarpaqları saralır. Və burada da bir gülüm var. Bunu dibçək almışam, dəyişəcəm. Bax belə. Dekabristi görək nə vaxt açacaq. İniş il fevralda açdı. Onun adını qoydum fevraliyə. Şimdi görək bu il haçan açacaq. Burada bizim piyaninamız var. Bunu yoldaşımın dostu satdı. Tanış bir adamın öz bacısı qızının piyaninası idi. Səhv etmirəmsə. Və deyəcəksiniz ki, bu pianino kim çalır? Birinci növbədə bunun dərsini mən keçmişəm. Qızlarıma da arada öyrədirəm. Qoy balaca bir zümzümə eləyim. Balaca bir zümzümə idi. Rahat deyiləm. Bir əlimlə tutub, bir əlimlə çalıram. Bir gün inşallah vaxt olar. Qızım çəkər. Biz də çalarıq. Və bunlar mənim balaca cücələrim. Papuqaylarım. Məhəbbət quşu da deyirlər buna. Hardan çəkim ki sizin üçün yaxşı olsun. Bunların da yemləri qutarmışdır. Yem buradadır. Dünəndən yeyiblər, biraz dəmli. Onlar çıxdırırlar, qabığını atırlar. Və sularını da dəyişdim, yudum, təmizlədim. Sularını da dəyişdim. Setkanın içərisini də təmizlədim. Kletka deyirlər, quş kletkası. Və bunu, bu şərfi bunların üstlərinə axşam atıram, yatırlar da. Amma təsəvvürün ki, deyəcəksiniz ki, qışda başa düşür, yayda boğularlar. İnanırsınız, mən bunu atmasam, bunlar yatmırlar. Nə özləri yatmırlar, nə də biz yata bilmirik. Ona görə bunu örtən kimi özə gözləyirlər. Axşam olan kimi gəlib dururlar bura. Başlayırlar bunu gözləyirlər ki, bunu ört, yataq bizdə. Təsəvvürün necə öyrəşibsə ona. Biri bu yaşıl nişadır, o birisi keşadır. Bu yaşıla, nişaya həmişə deyirəm yağmurumdur. O birisi də ki Zeynəbimdir. Balaca balalarım. Bunları, bu quşları yağmur səhv etmirəmsə 8 yaşında istəmişdi mənim anamla, rəhmətli anamla, nənəsindən istəmişdi. Nənə, sən quşları yaxşı tanıyırsan, çünki mənim mamam həmişə çox, yəni neçə illər biz belə subay vaxtında mamam həmişə quş alırdı, quş saxlayırdı, hətta balalayırdı. Balalarını qonşulara və yaxud da ki satırdı, da çox balası olur deyə satırdı. Yəni apardı mamam Vasmon bazarında təhvil verirdi, belə deyək. Pulu ilə təbii ki. Bunlar amma balalamırlar. Heç bundan balalamağını da gözləmirəm. Çünki bunlar mənim anamın yadigarıdır. Onlardan qalan tək canlıdır. Onları sevə-sevə qulluq eləyirəm. Gözləri yara tökmüşdür. İkisinin də kör idilər, görə bilmirdilər. Getdim onlara asob maz aldım. İstəsəz yorumlara yaza bilərəm. Maz aldım gözlərinə. Yoldaşımla bir səhər, bir axşam gündə 2 dəfə yoldaşım çıxardı. Əlcək giyinirdi. O yaşıl yox, göy dimdikləyəndi. Alırdı əlinə əlcək giyinib, alırdı əlinə gözlərinə kremini sürtürdüm. Təzədən kletkasına, yəni yuvasına göndərirdik. İndi şükür Allaha görürlər buna və bu məndən ötürü ürəyə gəlir. Nişəm, mənim balaca balam. Hə? Keşə. Amma o tərəfə gedəm və yaxud da evdə olmayam, qapını açam, girəm içəri, ucu çağırırlar məni. Mənə görəndə vəbşi ürəkləri partlayır. Bir dəfə də yeməkləri qutaranda bunları çəkəcəm. Əsas da bu nişanı. Görün nə oyun çıxardır bu kletkanın içində. Baxın, görürsünüz, cavab verir mənə. Aycan, nədir? Deyir olmuş, nə olmuşdu aşkım? Nişam. Nişa adını yaxşı bilir deyə. Keşa vecin almır ümumiyyətlə adını. Aycan, nə olmuşdu?